bir 20 qabaq ya danışıq, qeyri-müəyyən danışmaq xoşlamıram. 25 il əvvəl, 30 il əvvəl insanlar oxumaqları ilə, daha çox kitab oxumaqları ilə, elmləri ilə, savadları ilə, mədəniyyətləri ilə öyrənərdilər. Nə mənada öyrənərdilər ki, yəni oxu filan kəs kimi mədəni ol, tərbiyəli ol, nümunəvi ol. İndi невежество, безграмотность. Allah'a and olsun, adam bilmir ki, yaxşı ki mən Allah Taala maşın qismət eləyib balığa ova gedirəm. Qurana and olsun, insanlar qabalaşıb, mədəniyyətsizləşib, kitabdan hamısı bunlar, kitabdan uzaq düşdüklərinə görədir. Vallahi billah. İstənilən yerində bu körpünün, bu çayın nə yaraşır ki, əgər orada mədəni, qabiliyyətli, zəkalı insanlar olmasa. Yəni bütün yerin, göyün yaraşığı insandır. İnsan da mədəni, tərbiyəli, qanacaqlı olmalıdır, savadlı olmalıdır. İndi ancaq elə tendensiya yaranıb ki, çobutluq, güya ki bu brutallıqdır, güya vəhşi qərbdə yaşayır. Yəni, söhbətə yerində degradasiya, vallahi.